Maddə 47. Müddətli əmək müqaviləsi bağlanan hallar. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. A. İşçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, həmçinin iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar, onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda. B. Təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümi işlərin yerinə yetirilməsi zamanı. C. İşin həcminin və davamiyyətinin qısa müddətli olduğu təmir tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda. Ç. Müvafiq vəzifə və ya peşə üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan staj keçmə, rezidentura dövrləri hallarında. D. İşçinin şəxsi, ailə məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istədiyi olduğu hallarda. Y. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın və ya qurumun göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən. Ə. Bu məcəllənin 6-cı maddəsinin C bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda, təşkilatlarda, birliklərdə seçkili vəzifələrə seçilərkən. F. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə. G. Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Maddə 48. Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər. 1. Əmək müqaviləsi bağlanılarkən işçi şəxsiyyətini təsdiq edən sənədi, bu məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda isə, habelə əmək kitabçasını təqdim etməlidir. 2. Əmək müqaviləsinin bağlanması işçinin müvafiq yaşayış məntəqəsində qeydiyyatının olub-olmaması ilə şərtləndirilə bilməz. 3. Məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə bu məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlana bilər. 4. Bu maddənin 6-cı hissəsi nəzərə alınmaqla əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işə götürənə peşə hazırlığı və təhsili barədə müvafiq sənəd təqdim edilir. 5. İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qabildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən, işçilər sağlamlığı haqqında tibbi arayış təqdim etməlidirlər. Belə əmək şəraitli peşələrin və ya vəzifələrin iş yerlərinin siyasi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Şəxslər, insanın ümumi çatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşələrə və vəzifələrə qəbul edilərkən, insanın immun çatışmazlığı virusuna mütləq tibbi müayinədən işlədiyi müddətdə isə vaxtaşırı həmin müayinədən keçməlidirlər. 6. Əmək münasibətlərinə girən işçidən
aidiyyatı dövlət informasiya sistemlərindən və ehtiyatlarından əldə edilməsi mümkün olan, bu məcəllədə nəzərdə tutulmamış, habelə işin və ya vəzifənin xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağandır. 7. Əmək müqaviləsi bağlandıqdan sonra işçilərlə bağlı elektron informasiya sistemində mövcud olan əmək fəaliyyətinə dair ümumi məlumatların, o cümlədən həmin və ya digər işə götürənlə əvvəllər bağlanılmış əmək müqavilələrinin, onlarda dəyişiklik edilməsi və ya onlara xitam verilməsi ilə bağlı məlumatların işə götürənə ötürülməsi istisna olmaqla, şəxsin əmək fəaliyyəti barədə məlumatların digər şəxslərə ötürülməsi fərdi məlumatlar haqqında və informasiya əldə etmək haqqında Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi. 1. Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. 2. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanılacaq əmək müqaviləsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın və ya qurumun elektron informasiya sistemində qeydə alınmış işçi və ya işəgötürən barədə əmək münasibətlərinə dair məlumatların elektron informasiya sisteminə ötürülməsi əsasında elektron sənəd formasında avtomatlaşdırılmış qaydada formalaşır və formalaşan tarixdən 3 iş günündən gec olmayaraq tərəflərin gücləndirilmiş elektron imzası vasitəsilə imzalanır. Bu halda əmək müqaviləsi hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. 3. Bu məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən qüvvəyə minir. 4. Bu məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir. Bu zaman əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edilir və bununla bağlı elektron informasiya sistemində müvafiq qeyd aparılır. 5. Bu məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi, bu barədə əmrin, sərəncamın və ya qərarın işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi, tarixi, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin, sərəncamın və ya qərarın imzalandığı tarixdən əvvəlki tarixə, bu məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin Y bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla müəyyən edilə bilməz.